Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda sertifikasiya imtahanına hazırlaşan ibtidai sinif müəllimləri üçün növbəti dəstək xarakterli izahımız gəlir. İzaha keçmədən öncə kanala abunə olaraq paylaşılan bu ödənişsiz videolardan faydalana bilərsiniz. Bizim ödənişli dərslərimizə 055 418 8202 nömrəsi ilə əlaqə saxlayaraq qoşulmaq olar. Dərslərimiz həftədə 3 dəfə olur. Bu 3 dərsin biri sırf olaraq mətnlərin canlı yayımda izahıdır. Digər 2 dərs isə mövzuların sırayla tədrisi və təşkilidir. Bizdə bütün mövzuların video izahı var. Hər bir mövzunun. Eyni zamanda dərsdə hər mövzu ilə əlaqəli minimum 2 sınaq işləyirik ki, hər bir sınağın da video izahı qrupa göndərilir. Dərslərimiz haqqında tam ətraflı məlumat üçün yenə deyirəm 055 418 8202 nömrəsi ilə WhatsApp-dan bizə yaza bilərsiniz. Gəlin keçək sualların izahına. Birinci sual deyir ki, hafizəyə olan məhəbbətin Mirzə Şəfinin ikinci və son məhəbbəti idi. Cümləsinin sintaktik təhlil sxemini. Son məhəbbəti idi. Baxıram ki, məhəbbəti, onun məhəbbəti idi. Burada nədir? Mənsubiyyətdir. Mənsubiyyət isə bunun yəlik halı olmalıdır. Yəni, Şəfinin məhəbbəti, Şəfinin yəlik, məhəbbəti, mənsubiyyət. Mirzə Şəfi də mürəkkəb addır. Mirzəni Şəfidən ayırmıram. İdi, müstəqil söz olmur. Yəni, bu dırdir, xəbərli şəkilçisi deməkdir əslində. Təhlil edirəm. Nədir? Mirzə Şəfinin son məhəbbətidir. Mirzə Şəfinin məhəbbəti idi. Bütöv xəbərdir. Nə məhəbbəti? Yəni onun məhəbbəti. Burada onun yəli hal yoxdur. Məhəbbətdəki i mənsubiyyətdir. Hansı məhəbbət? Hafizəyə olan. Demək, burada təyin, mübtəda və xəbər sxemi var. Doğru cavabımız olacaq. D variantı. İkinci sual. Hansı cümlədə ağac sözü qeyri-müəyyən təsirli haldadır? Ağac bar verəndə başını aşağı əyər. Nə ağac? Burada adlıq haldadır. A olmaz. Bağban ağacı soladı. Ağacı nəyi? I burada təsirli haldadır, amma müəyyəndir. Şərt bizə qeyri-müəyyən deyir. Ona görə B-ni götürmək olmaz. Ağac kökündən qurumuşdu. Nə ağac? Burada nə sualına cavab verir? Mübtədadır. Deməli, adlıq haldadır. Elçin həyətdə ağac əkdi. Ağacı əkdi. Nəyi? Bu qeyri-müəyyən təsirli haldadır. Bunu iki üsulla müəyyənləşdirmək olar. Baxın, əkdi. Kim? Elçin. Nə? Ağac. Demək, biz burada qeyri-müəyyən təsirli hal götürməsək, gərək cümlədə iki mübtəda götürək. Elçin və ağacı. Təbii ki, bir cümlədə iki mübtəda olmaz, əgər həmcinslik yoxdursa. Demək, Elçin mübtədadırsa, ağac burada təsirli haldadır. Ağacı əkdi. Nə əkdi? Bu təsirli, yəni qeyri-müəyyən təsirli halında olan tamamlıqdır. Ona görə cavab D-dir. Qoz ağacının kölgəsində yatmazlar. Ağacının ın burada yəli haldır. Ona görə yeni də götürmək olmaz. Düzgün cavabımız D variantı olacaq. Davam edirik üçüncü sualdan. Namizədlik işi birləşməsinin birinci tərəfinin fonetik təhlilinə aid hansı fikirlər səhvdir? Sözün tələffüzünü yazırıq. Namizəd A uzanır. Namizət dik formasında tələffüz olunacaq bu söz. Normalda namizəddik ki, burada xışriklə tələffüz olunur. Nə zaman bəs y ilə tələffüz olunur? Namizədlik sözünə biz saitlə başlayan şəkilçi artırırıq. Namizədliyə. Baxıram ki, sait gəldiyinə görə k y-yə keçdi. Saitə görə. Eyni zamanda namizədlik işi birləşməsində özündən sonra k-dən sonra nə gəlib? İ saiti gəlib. Deməli, sait artıranda saitə keçirsə, özündən sonra saitə gələndə tələffüzdə yenə y olacaq. Eyni forma özünü gözləyir. Namizədliyin, namizədliyə, sait artıranda ki, y olursa, özündən sonra söz birləşməsi tərkibində yenə sait gələndə y ilə tələffüz olunmalıdır. Vurğusu və uzun saiti fərqli hecalardadır. Vurğu birinci hecadır, namizədlik vurğu sonuncu hecadadır. Deməli, fərqli hecalardadır. Fikri doğrudur. Yazılışı və tələffüzü arasında 3 fərqli məqam var. D T-yə keçdi, L D-yə keçdi, K Y-yə keçdi. 3 fərqli məqam var, tamamilə doğrudur. Bunu da qeyd edeyim ki, sözdə uzanmanın olması deyiliş və yazılış arasında fərq yaratmır. Bu bir fərq deyil. Samitlərdən ikisi kardır. Namizədlikdə bir dənə T karı var. Bu səhv fikirdir. İkinci kar yoxdur. Sözdə qarşılıq təşkil edən samit cütlüyü işlənmişdir. Namizəd D. Baxın, TD var tələffüzdə. TD
qarşılıqlı, yəni samit cütlüyü hesab olunur. Doğru fikirdir. Tələffüz şəkli namizədlik şəklindədir. Baxın, xıştirik yox. Özündən sonra i saytı gəldiyinə görə y ilə tələffüz olunmalıdır. Bu səhv fikirdir. Bizdən səhvləri istəyir. 1, 2, 4 doğru, 3, 5 yanlışdır. Cavabımız oldu y variantı. Keçirik 4-cü suala. Hansı cümlədə düzəltmə sifət işlənməmişdir? Çalışqan şagirdlər daha çox uğur qazanır. Hansı şagirdlər? Çalışqan. Çalışmaq feilindən çalışqan düzəltmə sifət əmələ gəldi. Sərvəti yadelilər tərəfindən talanan xalq məhvə məhkumdur. Yadelli burada sifətdir. Yad bir köçdür, el ikinci köçdür. Li leksikdir. Burada 2 dənə kök olduğuna görə quruluşca mürəkkəb sifətdir. Bu nümunədə düzəltmə sifət yoxdur. Yoxsul insan istəyi çox olandır. Yoxsul insan necə insan? Bu sifətdir. Yoxsul sözü yoxdan yoxsul yaranır. Çünki məndə yoxdur ki, yoxsulam. Yox olub yoxsul olmaq. Deməli, bu düzəltmə sifətdir. İnsanın öz-özünü fəth etməsi zəfərlərin ən böyüyüdür. Burada böyümək feilindən böyük sifətə əmələ gəlir. Ü də zəfərin böyüyü mənsubiyyətdir. Nəyə görə? Çünki böyüməkdən böyük sözü böyümək feilindən əmələ gəlir. Burada k, y əvəzlənməsi baş verib böyüyüb. Bu düzəltmə sifətdir. Qarşımızdakını dinləyirsiniz, yoxsa danışmaq üçün növbə gözləyirsiniz? Qarşımızdakı, qarşımız mənsubiyyət, dakı leksik. Dakı sifət düzəldən leksik şəkilçidir. Deməli, bu düzəltmə sifətdir. A, C, D, Y-də düzəltmə sifət var, B bəndində yoxdur. Doğru cavab B variantı. 5-ci sual. Cümlələrin birində elə sözü ədat mövqeyindədir. Əgər qoçular olmasaydı, elə ilişdirərdim ki, gözləri axund fanarı kimi yanardı. Elə ilişdirərdim. Necə ilişdirərdim? Necə sualına cavab verən sözdən sonra ilişdirmək feili gəlib. Əgər feil gəlirsə, deməli, necə sualına cavab verən söz zərfin yerində işlənən əvəzlikdir. Yəni, mən buna sual verə bilirəm. Biz onsuz da ədatı tapırıq. Bir sözə sual verə bilirsənsə, əlbəttə ki, köməkçi nitq hissəsi ola bilməz. Bu əvəzlikdir. Axırda barmağını da qarpızla birlikdə elə dişlədi ki, yenə sual ver, necə dişlədi? Suala cavab verən elə sözü əlbəttə ki, ədat ola bilməz. Bu da əvəzlikdir. Dişləmək feilindən əvvəl gəldiyinə görə zərfin yerində işlənən əvəzlikdir. Sən elə 10 ildir bu düşüncələrlə yaşayırsan. Necə 10 ildir deyə bilmirəm. Nə 10 ildir, elə 10 ildir deyə bilmirəm. Yəni, neynəsəm də buradakı elə sözünə sual verə bilmirəm. Çünki bu ədatın mövqeyində işlənir. Yəni, sən məhz 10 ildir bu düşüncələrlə yaşayırsan, dəqiqləşdirici ədatdır. Hər nə bilirsən bundan sonra elə. Elə et deməkdir. Yəni, feil məzmununda işlənmişdir. Eləmək feili, etmək feili. Burada ədatdan söhbət gedə bilməz. Elə dostu heç yerdən tapa bilməzsən. Sual ver, necə dostu? Yenə necə sualına cavab verən elə əvəzliyi özündən sonra dost isminə aiddir. Deməli, sifətin yerində işlənən əvəzlik var burada. Elə ədatı yoxdur. Doğru cavabımız oldu C variantı. 6-cı suala keçmədən öncə bir daha qeyd edirəm ki, bizim yeni onlayn qruplarımıza qeydiyyat davam eləyir. Dərslərimiz həftədə 3 dəfə olur. Bu 3 dərsin biri hər həftənin 6-cı günü mətnlərin canlı yayımla, izahı ilə keçirilir. Bu canlı yayım linki qrupa göndərilir. Kənar heç kim qoşula bilmir. Yalnız qrup üzvləri görür bu canlı yayımı. Hər həftənin bir günü sırf olaraq mətnlərə ayırırıq. Digər 2 dərsimiz isə mövzuların sırayla keçirilməsidir. Hər bir mövzunun bizdə sıfırdan video izahı var. Dərs zamanında bir mövzu ilə əlaqəli ən azı 2 sınaq işləyirik. Hər bir sınağın da doğru cavabları video izahları ilə bərabər göndərilir. Daha ətraflı məlumat üçün 055 418 82 02 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. 6-cı sual. Şeir parçasında işlənmiş əvəzliklərin məna növünü və sayını müəyyənləşdirin. Bilməm nə üçün inanmışdım sənə mən. Nə üçün? Yəni bu nə üçün deməkdir? Şeir dilində nə üçünə çevrilib? Bu sual əvəzliyidir. Bir sual. İnanmışdım sənə mən. Sən və mən şəxs əvəzliyidir. Burada 2 dənə şəxs var. Düşməmişdim hər dolaşıq izə mən. Hər təyini əvəzlikdir. Bir təyini var burada. İzə mən. Mən də şəxs əvəzliyidir. Bir dənə də şəxs var. Deməli, cəmi 3 dənə şəxs oldu hələ ki. Vurğun deyər, aşiqəm, gül üzə mən. Yenə burada mən var, bir şəxs əvəzliyi var. Qoy dolanım o gözəllər başına. Hansı gözəllər? O gözəllər. Bir dənə də işarə əvəzliyi var. Deməli, bir işarə
Bir sual, bir təyini, 3 dənə də şəxs əvəzliyi. Daha doğrusu 1, 2, 4. 4 dənə şəxs əvəzliyi var. 4 şəxs əvəzliyi, bir təyin əvəzliyi, bir işarə əvəzliyi, qeyri-müəyyən yoxdur. 4 şəxs əvəzliyi, 2 təyini yox, 5 şəxs əvəzliyi yox. 4 şəxs əvəzliyi, bir təyini, bir sual, bir işarə. Bəli, doğru cavabımız oldu B variantı. Davam edirik 7-dən. Sifətə aid əlamətlərdən biri səhvdir. Sifətlərin hamısı müqayisə dərəcələri üzrə dəyişə bilir. Bu fikir elə səhvdir. Çünki K və dakı şəkilçisi ilə əmələ gələn sifətlər, məsələn, dərəcəyə görə dəyişə bilməz. Məsələn, evimizdəki hansı bu sifətdir. Amma bunu heç cür dərəcələrə görə dəyişdirə bilməzsiniz. Cümlədə isim aid olur və onu müxtəlif cəhətdən izah edir. Düzdür? Evdəki, dünənki tipli sifətlər yalnız hansı sualına cavab verir? Bəli, bu iki şəkilçini birləşdirən digər cəhət, bu iki şəkilçi ilə yaranmış sifətlər yalnız hansı sualına cavab verir? Bu tamamilə doğrudur. Quruluşca sadə, düzəltmə mürəkkəb olur. Doğrudur. Əsas sintaktik vəzifəsi təyindir. Doğrudur. Səhvimiz oldu A variantında. Davam edirik 8-ci sualdan. Ümumi qrammatik mənasına görə digərlərindən fərqlənən sözü müəyyən edin. Ümumi qrammatik məna nitq hissəsi deməkdir. Yəni, deyir ki, şərtdə biri nitq hissəsinə görə digərlərindən fərqlidir. Evdar necə? Necə sualına cavab verən sifətdir. Hesabdar kim? Hesab işini görən adam. Əməkdar artist necə? Fədakar insan necə insan? Qoca necə? Bunların hər biri sifətdir. Bir dənə kim sualına cavab verən hesabdar sözü isimdir. Doğru cavabımız oldu B variantı. 9-cu sual. Görəsən bizim ellər yerindəmi? Cümləsindəki nitq hissələri haqqında deyilənlərdən biri düzgündür. Də və mi ədatdır. Yerində mi. Bu yanlışdır. Mi burada ədatdır, sual ədatıdır. Amma yerində, harada? Da, də. Burada bitişik yazılan yerli hal şəkilçisidir. Də ədat deyil. Səhvdir bu. Ellər toplu isimdir. Xeyr, ellər el isminə larlər cəm şəkilçisi artırılıb. Bu cəmdə olan isimdir, toplu deyil. Görəsən fikrin mənbəyini bildirən modal sözdür. Bu da yanlışdır. Görəsən güman şübhə bildirən modal sözü aiddir. Fikrin mənbəyini bildirənlər məncə, səncə, fikrimcə, zənnimcə olan modal sözlərdir. Cümlədə 2 köməkçi nitq hissəsi var. Görəsən burada modal sözdür, yerində mi ədatdır. 2 dənədir. Bu doğru fikirdir. Şəxs əvəzliyi mənsubiyyət şəkilçisi ilə işlənmişdir. Ümumiyyətlə, şəxs əvəzlikləri heç bir halda mənsubiyyət qəbul edə bilməz. Baxın, şəxs əvəzləri hansılardır? Mən, sən, o, biz, siz, onlar. Birinci şəxsin təki cəmi, ikinci şəxsin təki cəmi, üçüncü şəxsin təki cəmi. Biz mənsubiyyəti müəyyənləşdirərkən nə edirik? Əgər I şəkilçisi varsa, əvvəlində şəxs əvəzliyi artırırıq onsuz da. Mənim məni, sənin səni, onun osu deyə bilərik? Xeyr. Deməli, şəxs əvəzliyi mənsubiyyətlə heç işlənə bilməz. Doğru cavabımız oldu D variantı. Davam edirik 10-cu və sonuncu sualdan. Hansı sözün yazılışı səhvdir? Hüsnüxət sözü səhv yazılıb belə. Bu söz hüsnxət yazılmalıdır. Burada ünün olması yanlışdır. Baqqal doğru yazılıb, konfet doğru yazılıb, diaqram doğru yazılıb, kassa doğru yazılıb. Səhv oldu A variantı hüsnxət. Dəyərli izləyicilər, bu videomuzun da sonuna gəldik. Kanala abunə olaraq paylaşılan bu ödənişsiz videolardan faydalana bilərsiniz. Ödənişli dərslərimiz üçün 055 418 82 02 nömrəsinə yazaraq imtahanda ən yüksək nəticəni toplamaq üçün müraciət edə bilərsiniz. Burada ən əsas məsələ 51 üzəri yığıb həmin artıma, yəni 35% artıma düşməkdir. Hazırlıqlı gedin ki, nəticəniz yüksək olsun. Sağ olun, növbəti videolarda, növbəti izahlarda görüşərik.